Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bu danışığım və yaxud da nəsihətim Qafqazda olan dəvətçilərdə, xüsusən də Azərbaycanda və Gürcüstanda. Əziz qardaşlar, bir çoxlarınızı mən tanıyıram, biz bərabər bir yerdə təhsil almışıq. Yəni, bir-birimizə qərib olan adamlar deyil. Hətta biz tələbəlik vaxtında bir yerdə olarkən bu söhbətləri bəlkə biz dəfələrlə danışmışıq, müzakirə etmişik. Lakin yenə xatırlatmaqda anlayanlar üçün fayda var. Baxın, bugün Allah Azze ve Celle'nin izniyle bir konferansda iştirak edirəm. Demək, bu konferansa dünyanın hər bir tərəfindən böyük başarılı dəvətçilər gəlib. Yəni, Latin Amerikadan, eyni zamanda Çin'den, Kore'den, Afrika'nın birçok ülkelerinden, Avrupa'dan, hatta İslam ora çatıp mı çatmayayım mı diye tereddüt edildiğimiz ülkelerden de dəvətçilər, elm adamları, alimler və yaxud da elm tələbələri burada iştirak edildiğini gördüm. Neyi demek istedim? İştirak esnasında baktım ki insanlar, bakın bizim kimi institut, üniversitet okumuş İslami dəvətçilər öz etdikləri projeləri göstərirlər və yaxud da danışırlar və bu başarını necə əldə ediblər onu gündəmə sürürlər. Fikir verirəm, subhanallah, biri Afrikanın çölündə gedir, böyük bir kəndə, böyük bir rayona, bütün kəndin, bölgənin İslam'a girməsinə vəsilə olur. Biri 150 məscid tikib, o biri nə bilim 5 dənə, 10 dənə mədrəsə tikib, o birisi hardasa İslam mərkəzinin müdürüdür, biri müftüdür, o birisi Alimlər Birliyinin rəhbəridir. Yəni, böyük şəxsiyyətlər gördüm, böyük zəhmətlər çəkiblər, böyük işlər görüblər. Baxdım ki, bunların əksəriyyətinin səbəblərindən əsas təməli 3'tür. Birincisi, Allah Azze ve Celle'nin izniyle gözəl zənn edərək deyirəm ki, bu başarıların gördüm ki, təməli ixlasdır. İkincisi, ixtisasdır. Yəni, bunlar öz işlərində çox mütəxəssisdir. Üçüncüsü də orta yolla getməkləri, ifrat və təfritdən uzaq olmaları və İslam'a fayda verən şeylərlə məhz məşğul olmaları, həyatlarını buna həsr eləmələri. Buradan nəyi çıxartmaq istəyirəm, əziz qardaşlar? Baxın, bizlər də oxumuşuq, bizlər də dəvətçiyik, bizlər də əlhamdülillah Qafqaz bölgələrinin müxtəlif yerlərinə yayılmışıq. Gəlin biz də düşünək görək ki, İslam üçün, ölkəmiz üçün, vətənimiz üçün, bölgəmiz üçün nələr eləmişik? Neçə məscid tikmişik, neçə mədrəsə tikə bilmişik? Mən bilirəm, bunu eşitməz həmən deyəcəklər ki, yox, bizdə şərait yoxdur, nə bilim, bizdə pul yoxdur, bizdə, nə bilim, dövlət icazə vermir, bizdə bu şeylər çətindir. Baxın, bunların hamısı əslində bəhanədir. Orta yolla ixlaslı olan adamlar, əgər ixlas varsa, əgər orta yolla gedirsənsə, səmimisənsə, işində mütəxəssissənsə, əmin ol ki, Allah Azze ve Celle nə qədər çətinlik olsa da sənin önündə işləri asanlaşdıracaq. Nə demək istəyirəm? Mən də baxıram ki, bizdə bir çox yerlərdə sadəcə dedikodu, sadəcə qeybət, sadəcə boş bəhanə, dəlilsiz, subutsuz bir-birlərini qaralama, at taxma, gözdən salma operasyonları insanları, qardaşları, dəvətləri məhv edib, dümdüz edib. Ona görə sağa sola burcutmağa və yaxud da bəhanələr gətirməyə, ağız göz əyməyə gərək yoxdur. Dəvətçilər bugün papağını qaba önünə qoyub düşünmələri lazımdır. Kim nə eləyib? Ölkəmiz üçün, bölgəmiz üçün, vətənimiz üçün. Nə eləmişik biz? Millətimiz üçün nə eləmişik? Neçə insanın hidayətinə, doğru yola gəlməyinə, yanlışlarından dönməyinə vəsilə olmuşuq. Allah Azze ve Celle cümləmizi xeyirdə muvaffaq eyləsin. Esselamu Aleyküm ve Rahmetullah.